Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli Qiyam Televiziya izləyiciləri, hər birinizi xoş gördük. Gününüz xeyirli və bərəkətli olsun inşallah. Əziz izləyicilər, bizim bugünkü sizlər üçün danışacağımız mövzu bundan ibarətdir. Nə edə bilərik ki, səadətə çataq? Səadətə çatmaq üçün nə edək və hansı yollardan istifadə edək? İslam təlimlərinə görə insan ruhu həm təkamül, həm də tənəzzül həddinə qədər çata bilər. Səadətə çatmağın meyarı Allah Taala'ya daha yaxın olmaqdır. Allaha yaxınlaşma mərtəbələrində addım-addım ucalan insan ruhu da kamilləşir. Görəsən bu məqama, yəni səadətə necə çata bilərik? Nə edək ki, səadət məqamına çataq və ucalaq? Əziz izləyicilər, bu mövzu haqqında biz istəyirik ki, sizləri geniş şəkildə məlumatlandıraq. Bunun üçün də bizim dəyərli qonağımız İlahiyyatçı Şahnaz xanımdır ki, bu mövzunu bizlər üçün inşallah açıqlayacaqdır. Salam, xoş gəlibsiniz Şahnaz xanım. Xanım, sizi və dəyərli izləyicilərimizi salamlayırıq. Aleyküm salam. Xeyirli və bərəkətli olsun. Bəli, insanın səadətə çatdıran amillər var ki, İmam Sadiq əleyhissalam buyurur ki, 4 dənə xislət, yəni xüsusiyyət, xasiyyət var ki, sifət var ki, insanı səadətə çatdırır. Yəni, səadətə çatmaq, yuxarı aparmaq, insanı Allahın, biz bildiyimiz kimi, insan bu dünyaya gəlib ki, kəmalata çatsın, yəni yüksəlsin. Və İmam da buyurur ki, 4 xasiyyət var ki, insanı yuxarı aparar, Allah'a səadətə çatdırar. Bəli. İmam Sadiq əleyhissalam buyurur ki, Əl-iffə vəl-ədəb vəl-cud vəl-əql. Əl-iffə, yəni iffət. İffət, yəni sadə və qısa bir tərcümə eləsək, məna vermək istəsək iffətə, yəni tormuz, yəni stop. Gözündən iffət eləməlidir insan, danışığından, qulağından, rəftarından, yazmağından, hətta qarnından ki, nə yeyir, nə danışır, necə yazır, harda gəldi, nəyi yazsın, harda gəldi, necə danışsın. Yəni, insan bunlardan bir növ deyək, stop eləməlidir. Yəni, özünü belə deyək, dur deməlidir ki, nə danışır, harda danışır. Ən üstün əməl olan iffət, yəni çox böyük bir məqamı olan mələyin məqamıdır. Əgər biz istəsək ki, bir pulumuzu, malımızı, evladımızı kiməsə də əmanət edək, iffətli bir insan axtararıq, iffətli bir insan olsun istəyərik ki, biz ona malımızı, evladımızı əmanət edək ki, o iffətli insan olsun ki, mənim evladıma da iffətli tərbiyə versin. Yəni, iffətli bir insan olsun ki, mən ona malımı əmanət edə bilim. Vəl-ədəb. Əhl-i-Beytdən ədəb hədislər var ki, ədəb odur ki, hər kəs öz həddini bilməlidir. Hər kəs, təəssüflər olsun, cəmiyyətimizdə böyük problemlər budur ki, belə deyək, heç kəs öz həddini bilmir. Misal, yəni bir insan, mən öz evladımın yanında bir valideynəm. Yəni, valideynlik həddimi bilməliyəm. Amma öz valideynlərimin yanında artıq bir evladam. Onların yanında isə evladlıq həddimi bilməliyəm ki, mənim valideynlərim də onların qarşısında mən necə olmalıyam? Yəni, mən özüm artıq bir valideynəm demək, o demək deyil ki, mən artıq necə istəyirəm rəftar eləməliyəm, mən necə istəyirəm danışmalıyam. Xeyr, yəni mən öz evladımdan necə ədəb, necə rəftar gözləyirəmsə da, yəni və onlara qarşı da necə ədəbli olmalıyamsa da, elə də öz valideynlərimə, elə də öz müəllimimə, elə də öz, məsələn, hər hansı bir yerdə işləyirəmsə də müdiriyyətimə, yəni öz həddimi bilməliyəm, öz yerimi bilməliyəm, nəyi necə, harda danışıram. Bir kasıb gəlir İmam Həsən əleyhissalamın yanına və məsciddə buyurur ki, ağa, mənim ehtiyacım var, mənə kömək eləyə bilərsənmi? İmam Həsən əleyhissalam ona 500 dinar verir. İmam Hüseyn əleyhissalamın yanına getdikdə İmam Hüseyn əleyhissalam 490 verir. Və onların yanında yenə bir səhabələri olur, o 480 verir. Bu onu göstərir ki, İmam Hüseyn əleyhissalam və ya o səhabə öz həddlərini bilirlər. Yəni, İmam Həsən əleyhissalamın orada məqamı, yəni İmam Hüseyn əleyhissalam 500-dən də çox verə bilərdi və ya o səhabə də 500-dən də çox verə bilərdi. Amma bu onu göstərir ki, onlar öz ehtiramını, öz ədəblərini gözlədilər orada imama qarşı, İmam Həsən əleyhissalama qarşı ki, o böyük idi. O qədər veribsə də bəs o onlardan az verməlidir ki, imamın həddi orada bilinsin. Və əl-cud, yəni səxavət.
İmam Əli əleyhissalam buyurur ki, səxavətli insanda olan 3 xüsusiyyət səxavətsiz, yəni xəssiz olan insandan uzaq olar bu 3 xüsusiyyət. O 3 xüsusiyyət nədən ibarətdir? Buyurur ki, səxavətli insan Allaha yaxın olar, cəmaata yaxın olar və cənnətə yaxın olar. Amma xəssiz insan bu üçündən də uzaq olar. Bəli. Əql. Yəni insanın əqli. Biz çox vaxt qeyd eləmişik ki, həqiqətən də Allah Taala'nın insana verdiyi əql insanı yaratdığı bütün məxluqatlardan dəyərli eləyir ki, əqlinlə insan. Yəni ola bilsin bir gənc qız və ya oğlan öz hisslərinə qapılır, ailə qurur, amma tez bir zamanda o ailədə bir problem olduqda başlayır məsələn deməyə ki, mən yanıldım, mən səhv elədim, mən hisslərimə qapıldım və ya mənə əməl elədilər. Amma demir ki, mən öz əqlimdən orada istifadə eləmədim, öz hisslərimlə rəftar elədim, öz hisslərimə görə hərəkət elədim və buna görə də bu səhvlər mənim başıma gəlir. Və biz görürük ki, əqldə insanı həqiqətən böyük bir məqamlara çatdıran amillərdəndir ki, buyurur Əli Beyt ki, hər kəsin ki, ağlı olsa, dini də olar. Yəni, dinin olmağını biz və ya səadətə çatmaq, Allahın həqiqi bəndələrindən olmaq istəyiriksə də öz əqlimizdən də düzgün istifadə etməliyik. Bəli, çox sağ olun Şahnaz xanım. Çox gözəl məqamlara toxundunuz və bizlər üçün onu açıqladınız. Allah elminizə, biliyinizə bərəkət versin inşallah. Bəli, əziz izləyicilər, demək ki, Şahnaz xanımın da dediklərindən belə bir nəticə çıxartmaq olar ki, səadətə, yəni kəmalata çatmaq, bu məqama yetişmək üçün bu şeyin arzusunda olub çalışan insanlar üçün yalnız bu məqama çatmaq mümkündür. Deməli, insan öz iradəsini Allahın iradəsinə tabe edib, öz nəfsinin istədikləri ilə deyil, Allah Taala'nın insan üçün buyurduğu şeylərlə, buyurduğu yollarla daha düzgün şəkildə getsə, bu böyük məqama çatar və belə gözəl bir məqamı əldə eləyə bilər. Allah Taala bizləri özünün ləyaqətli və səxavətli bəndələrindən qərar versin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.